Salam dostlar. Sizlərlə bu günlərim torpaq alımları ilə bağlı danışmaq istəyirəm. Çox böyük sərvət sahibləri son zamanlar ard-arda torpaqlar alırlar, torpaq sahələrini böyüdürlər. Mümkün qədər daha çox torpaq almağa çalışırlar və s. Misal üçün Ray Dalio tanıyanlar bilir, dünyanın ən böyük hedge fondunun yaradıcısıdır. O pessimist ola bilər, o biraz pessimist adamdır məncə, biraz yox, ciddi şəkildə. Mark Zuckerberg, nə bilim Jeff Bezos, nə bilim Bill Gates, yəni çox adam bu niyəsə torpaq biznesinə girirlər. Hətta sonuncu kvartalda Bill Gates Microsoft hissələrinin 65%-ni satıb. Elə görsənir. Görsənir deyəndə, yəni bunu reportlamaq məcburiyyətindədirlər. Və Bill Gatesin reportunda görünür ki, Microsoft hissələrinin 65%-ni adam satıb gedib torpaq alır. Və hamıya maraqlı olduğu kimi təbii ki, mənə də çox maraqlıdır. Çünki bu insanlar belə deyək də başı çəkirlər də. Yəni bu insanlar o vaxtı kompüteri yaradanda biz elə kitabla uğraşırdıq, vərəqlə uğraşırdıq, nə bilim ləmpə ilə uğraşırdıq. Bu insanlar indi niyəsə maraqlı deyil ki, Microsoftda adam satıb gedib torpaq alır. Çox maraqlıdır da məncə. Təbii ki, heç kim bilmir və o da heç kimə deməyəcək. Başqa bir şeylər deyir. Məsələn, deyir ki, mən Microsoft'u satıram, gedirəm, opla charity deyirlər də, yəni yardım aksiyaları keçirdirəm, yardım eləyirəm, yardım köçürdürəm, o, bu və s. Amma digər tərəfdən də torpaq alır adam. Tamam da, kömək eləmək, yardım eləmək super, amma yəni böyük Microsoft hissələri satmaq biraz da, nə bilim, məsələn, Berkshire-ə də sahibdir Bill Gates, portfolyosunun böyük hissəsində Berkshire-də oturub. Berkshire satmır, amma niyəsə Microsoft-u satır. Adam əli ilə yaratdığı şirkətini satır. Və bunları danışmaq istəyirəm sizlə. Mənim üçün çünki çox maraqlıdır. Yəni tam özüm üçün bir cavabım yoxdur, amma ehtimallar, fərqli ehtimallar var. İstəyirəm onları qısa şəkildə sizlərlə paylaşım. Bəlkə kiminsə belə deyək də ağlına batar və yaxud da kimsə növbəti verəcəyi qərarda bunu da hesabların arasına qatar və bəlkə də daha yaxşı nəticələr əldə edə bilər. Çünki dediyim kimi də, yəni bu insanlar başı çəkirlər. Bizim bir müəllim var idi universitetdə, deyirdi ki, dünya bir ilandırsa, Azərbaycan onun quyruğundadır. Yəni bütün dünya hardan keçirsə, Azərbaycan sonra gəlir oradan keçir. Müəyyən mənada, yəqin ki, düzdür, müəyyən mənada bəlkə də səhvdir. Hər bir halda biz belə deyək də, o Amerika başdır da. Bu ilan dünya bir bədəndirsə, Amerika başdır və orada da top belə deyək 10-20 adam varsa, onlardan biri bəlkə də Bill Gates'dir. Hətta onun investisiyalarına da baxsaz, tarixən məsələn o belə deyək də railroad, bu dəmir yolları yarananda adam ilk dəmir yollarına investisiya edənlərdən olub. Hansı ki, yəni böyük investorlar heç elə bilmirdilər ki, buna bu sahəyə girək-girməyək. Və indi adam da son illərdə torpaq yığır. Yəni yığdıqca yığır. Demək, bunların səbəbləri çox ola bilər. İlkin sadə səbəblərdən başlasaq, məsələn, sadə olaraq tarixən torpaq da qızıl kimi inflyasiya əleyhinə, ingiliscə hedge deyirlər, hasarlama, inflyasiyadan müdafiə sistemi belə deyək də olub. Bəlkə də sadədir səbəbi, yəni sadəcə qızılı var, tutaq ki, şirkət hissələri var, şirkəti var, evi var, evləri var. İstəyir ki, tarlası da olsun. Məsələn deyirəm. Biri budur səbəblərdən, inflyasiya. Digər səbəbi odur ki, məsələn, qızıl necə ki, əllə tutula bilər bir varlıqdır. Məsələn, Microsoft hissəsi əllə tutula bilən bir varlıq deyil də. Yəni, bir gecədə nə isə bir şey ola bilər. Təbii ki, bunun olasılığı çox aşağıdır. Amma yəni, elə şey ola bilər ki, Microsoft sıfıra düşər. Amma məsələn, deyək ki, qızıl tarixən 1000 il, nə bilim, neçə il özünü təsdiqləyib ki, bu nə olursa olsun, bu ilə alış-veriş eləyə bilərsən. Yəni, bu qızılığı götürüb, qarnıva çörək alıb yaşaya bilərsən növbəti günlərə. Eyni formada torpaq. Torpaq da elə bir şeydir ki, həqiqətən möcüzədir də. Çox qəribə deyil. Yəni, bir kvadrat metr torpağa, nə bilim, lobya toxumu əkirsən, lobya çıxır. Kartof əkirsən, kartof çıxır. Nə bilim, sümbül əkirsən, sümbül çıxır. Çox qəribədir da. Yəni, bir kvadrat yerin var, amma belə deyək də, çıxış
giriş eynidir, çıxış amma çox fərqlidir da. Yəni nə istədiyinə bağlıdır. Və bu elə bir şeydir ki, yəni bu sıfıra gedəməz də. Bu torpaqdırsa, bu torpaqdırsa, yəni nə olur olsun dünyada, bu torpağa əkib oradan biçib yeyə bilərik, nə bilim, heyvan saxlaya bilərik. Hər şey də, yəni dünyada nəsə qərar versələr, elə qərar ki, biz razı deyirik, o torpağımıza sığınıb self-sufficient deyirlər, yəni özünə yetərli bir, belə deyək, balaca bir dövlət ola bilərik. Bu ikinci səbəb ola bilər. Yəni əllə tutula bilir bir varlıq istəyir adamlar. Artıq yəni bezdilər elektron, hər şey elektron. Qızıl da elektron var artıq, nə bilim, gümüş də elektron var. Mən torpaq belə ala bilmədiyimə görə mən onun da elektron alıram. Yəni torpağı belə deyək də insanlara icarəyə verən şirkətləri, hansı ki böyük həcmdə torpaqları var Amerikada və onu verirlər ki, əkinçiliyə falan. Sonra oradan gələn pulları yığırlar. Və həmin şirkətlər sən orada səhmdarsansa sənə də dividend verirlər. Öz qazancından bir balaca pay verirlər. Yəni bunlar hamısı virtualdır da. Yəni bir dənə aksesimizi bağlasalar bitmişdir. Ona görə bu ola bilər ki, əllə tutula bilər bir varlıq niyyəti ola bilər. Bundan başqa maraqlı bir məqam var ki, belə bəlkə də bu məsələn belə deyək də teorik kimi səslənir, amma hər bir şey teorik kimi başlayır bəlkə də. Belə deyək də yaxın 5 ildə, 3 ildə, 10 ildə, 15 ildə belə bir şey var ki, məsələn deyək süni nətər ki paltarlar zət əvvəl pambıq idi, sonra nə bilim içinə biraz sintetika qatdılar, nə bilim onu qatdılar, bunu qatdılar, yeməyimizə sintetika qatdılar, toyuqlara qatdılar və s. Belə şeylər deyirlər ki, məsələn nə bilim tutaq ki ətin böyük hissəsi sintetik olsun, nə bilim yediyimiz qidaları sintetik, şeydə belə deyək də qapalı laboratoriyalarda yetişdirilmiş ət, laboratoriyalarda yetişdirilmiş tərəvəz və s. Və bizim kimi belə deyək də old school deyirlər, yəni köhnə adamlar təbii ki istəyir ki təbii qidalansın da. Yəni biz öyrəşmişik uşaqlıqdan ki, nə bilim həmişə bilmirəm, indi baxanlar arasında yəqin ki var. Bizdə kənd südü, kənd qatığı, kənd toyuğu, bunlar belə dəyərli varlıqlar idi da. Yəni Bakıda yaşayırdıq, amma istəyirdik ki o toyuğu, kənd toyuğunu yeyək, kənd yumurtası yeyək və s. Və bir də onun üzərinə istəyirlər ki, burada bizə laboratoriyada əmələ gəlmiş toyuq versinlər. Mənə elə gəlir ki, bu qədər zəngin insanlar bu toyuğu yemək istəməzlər. Ona görə bəlkə də özləri üçün bir garanti olaraq ki, mənim torpağım var, mən öz qərarımı özüm verəcəm. Burada nə əkəcəm, nə becərəcəm, nə hansı heyvanı saxlayacam, nə tər yeyəcəm, nə edəcəm. Bu bir başqa bir səbəbidir. Yəni ki, sabah bir gün yəni dünya daha da çirklənsə, belə deyək də, dünya zaten çirklənib, daha da çirklənsə, mən özümə qərar verib öz həyatımı, buradan sonra qalan həyatımı belə deyək də private-da rahat şəkildə davam edə biləyim. Nə bilim, bundan başqa bir dənə də belə bir arqument var ki, indi süni intellekt zamanəsidir. Nə bilim, hamı çabalayır ki, orada süni intellekt daha güclü olsun, insanları daha çox məhv eləsin. Belə bir fərziyyə də var ki, məsələn, süni intellekt hər yerə girəcəkdir. Tutaq ki, ofisdən başlayıb indi, kompüterdən başlayıb, amma məsələn robot, o birisi və zaman məsələn deyək ki, artıq şeyə tətbiq eləməyə çalışırlar Amerikada, nədir bu, tibbdə tətbiq eləməyə çalışırlar və çox məntiqlidir də. Yəni hara gedəcəyini buna başa salırsan və orada özü üçün çabalayır ki, məsələn deyək ki, xərsəngin müalicəsini axtarmaq yolunda kombinasyonları yoxlayır da, yəni dayanmadan sürətli şəkildə fərqli şeyləri yoxlaya bilər də. Bir alimin nə bilim aylarla bir-birinə müqayisə eləyib, nə bilim nəticələr çıxartdığı şeyi bir neçə dəqiqə ərzində hesablaya bilər. Bunun üstünə quantum computing və s. da var da. Yəni onlar bir növbəti stepdir yəqin ki. Amma ki məsələ budur ki, bu AI-yı hər yerə tətbiq edirlər və belə bir fərziyyə də var ki, bu AI-yı kənd təsərrüfatına da tətbiq edəcəklər. Və necə? Yəni məsələn deyək ki, istəyirlər məsələn bir torpaq sahən var, ora məsələn taxıl əkirsən, qutardı. İstəyirlər mərtəbəli şəkildə əksinlər. Nətər ki, mərtəbəli evlər tikdilər, ömrümüzə girdilər. O formada mərtəbəli torpaq
ərazi səndə 1 hektardır, amma məsələn 4 mərtəbə əkirsən və 4 mərtəbədə birində kartof əkirsən, birində sümbül əkirsən, birində onu əkirsən, bunu əkirsən və eyni torpaq sahəsindən məsələn 4 qat, 5 qat, 10 qat daha çox məhsul götürürsən. Necə ki evlər var idi də. Və bunun üzərinə bir də bunları məsələn gəlib kəndçi məşğul olmaq əvəzinə sulamağıdır, dərmanlamağıdır, biçməyidir, o birisidir, bu birisidir. Bunu da dronlar vasitəsilə həyata keçirtmək. Yəni ki, AI-yı kənd təsərrüfatı ilə birləşdirmək. Belə deyək də şey var, trend var, belə bir hədəf var. Olacaq, olmayacaq heç kim bilmir. Amma yəni bu kütləvi torpaq alışlarının səbəbləri arasında bu da girə bilər hər halda. Yəqin ki, başqa da səbəblər çoxdur. Amma nəticə dəyişmir də. Nəticə odur ki, adamlar bunu alırlar. Hər hansı bir səbəbdən alırsa fərq etməz. Burada bir tələb var, torpağa bir tələb var kütləvi. Və səbəbi bəlkə də bu qarışıqdır. Səbəbi bəlkə də hamısı bir aradadır. Bir deyil də, yəni bir neçə səbəb birləşib və belə bir alış trendi əmələ gətirib. Bir də maraqlı bir şey var ki, məsələn deyək ki, keçmişə qayıtsaq nətər baş verdi bu hadisələr. Dədə-babamız həyətdə, nə bilim, tarlada işləyib, malqara saxlayıb həyatını qazanıblar. Sonra nətərsə bu şəhər həyatı quruldu, insanları çağırdılar, şəhərə yığdılar. İnsanlar tarlalardan yığıldılar ofislərə yavaş-yavaş. Sonra korona vaxtı insanlar ofislərdən yığıldılar evə. Və indi bir növbəti step olaraq bəlkə bu çevrə qapanmalıdır. Məsələn də insanlar evlərdən də təzədən tarlalara mı geri dönməlidir? Belə bir geyimdə belə trend var. Yəni bilənlər bilir bu məsələn hansısa bir geyim 10 il, 20 il sonra təzədən geri qayıdır. Məsələn enli şalvar falan indi təzə moda düşüb. Amma neçə il qabaq bu olmuşdu da. Sonra o dedilər, bu şeydir, bu modası getdi, biraz dar getdilər, biraz slim fit oldu, biraz nə bilim oldu, bu oldu. Təzədən geri qayıtdılar, biraz da enli şalvara, nə bilim. Necə ki moda qayıdır, necə ki başqa trendlər qayıdır. Bəlkə də bu da artıq bitmişdir. Bəlkə də home office məsələsi də bitmişdir və bir növbəti addım gedib tarlada işləməkdir. Və bu tarlada işləmək eyni vaxtda AI ilə birləşmiş formada. Yəni gedib fiziki əmək yox, tarlada işləyirsən, amma məsələn oradakı avadanlıqlara nəzarət edirsən, dronlara nəzarət edirsən, hansısa xarab olduğunu düzəldirsən, dəyişirsən və s. nə bilim. O dronları da idarə eləmək lazımdır. Yəni o da bir işdir. Bəlkə də yəni trend, növbəti trend davamı bu çevrənin bağlanışıdır. Home ofislərdən tarlalara taşınmaqdır bəlkə də. Bəlkə də yox. Heç kim bilmir, mən də bilmirəm. Amma yəni baş verən bütün o hadisələri toplasaq məni qorxudur. Yəni AI-ya görə biz yəni iş məsələsi çox çətindir. Yəni bu kanalda paylaşmışdım, mən 6 ay hardasa işsiz qaldım. Bu günlərdə də o qədər işsiz qalan insan var və bu günlərdə mən işimi itirsəm böyük ehtimal ki, yəni bir 6 ay, 1 ildə bəlkə də işsiz qalacağam. Və bu getdikcə daha da elə bir şiddətlənir düzəlmək əvəzinə. Ona görə məsələn bilmirəm, yəni ailə, uşaq, nə bilim, o birisi olmasa özümə torpaq alıb bir balaca orada özüm üçün qurdalanmağa çalışardım. Yəni özüm üçün orada bir şərait qurmağa çalışardım. Nə bilim, meyvə, tərəvəz, o birisi eləyəsən, bir balaca da işləyərsən, onlayn işləyərsən, yəni nə bilim, dərs deyərsən, o birisi 5-3 manat oradan gələr. Buradan da nə bilim, öz ərzağının 50%-in, 60%-in özünü təşkil edərsən və zaman keçdikcə təcrübə qazanarsan bu istiqamətdə. Belə bir şeyi yoxlayardım, yəni çox sevə-sevə yoxlayardım, amma uşaq var, ailə var, o birisi var. Bir balaca çətindir. Bunu gərək elə eləyəsən ki, deyirik, nə şiş yansın, nə kebab. Yəni paralel şəkildə yavaş-yavaş özün üçün bəlkə də qurmaq lazımdır. Çünki belə deyək də, bu kişilər alırlar yavaş-yavaş, yığırlar özləri üçün. Bizim Azərbaycanda hələ ki bu trend heç məncə qalxmayıb da. Məncə yəni Azərbaycanda rahat bir şəkildə torpaq alıb gedib orada özün üçün qurdalanmaq olar. Bakının o tıxaclarından, yağışda dolmuş küçələrindən kurtulmaq olar. Okey, palçıq olacaq yollar yəqin ki, kənd yolları.
Amma neyniyək? Hər şey bir arada olmur. İşsiz qalıb evdə stres çəkməkdənsə, həyətdən kartoşkanı, pomidorunu, xiyarını yığıb yemək məncə daha az stresdir. Yəni sanki stresli günlər hər keçən ay, hər keçən kvartal daha stresli bir günlər gəlir sanki. Yəni nə bilim valla mən biraz pessimistəm, okey, amma trend də bunu göstərir. Yəni trend də bunu göstərir ki, yəni bəlkə də AI-ya bir şey olsa, bəlkə də bu AI indi gəlib bir nöqtəyə çıxıb ki, data çatmır artıq. Mümkün istifadə edə biləcək bütün dataları istifadə edib, özünü müəyyən qədər böyüdüb. Buradan sonra böyütməsi biraz çətin məsələdir. Ondan sonra enerji məsələsi var, enerji problemi var. Amma yəni ölkələr bunu başlarına qoyublar da. Artıq ölkələr buna şey kimi baxmırlar. Bu bir texnologiyadır, bunu eləyim, pul qazanım. Buna artıq müharibə kimi baxırlar ki, məsələn, Amerika olsun, Çin olsun və s. Mən AI-da dala qalarsam, Çin qabağa keçər və dünya Çinin belə deyək də ətəyindən yapışar və s. Ona görə ölkələr dəli kimi pul xərcləyirlər bu şeylərə və hər şeyi unudublar da. Yəni hər şey artıq belə deyək əl ardı eləyiblər və bu istiqamətə gedirlər və bu da təbii ki, hamımızın başa düşdüyü kimi hamımızın düşmənidir də. Okay, tooldur, deyirlər, alətdir, götür istifadə eləyirik. Amma yəni mən öz adıma deyirəm ki, bir il yarımdır hardasa mən AI-yı çox belə deyək də hər gün maksimum leverage deyirlər, yəni sıxıb suyunu çıxardıram da maksimum çalışıram ki, çox istifadə edeyim, daha verimli olum. Amma özümün il yarım əvvəlki belə deyək də kod yazma şeyimə baxıram və bugünkünə baxıram. Çox qəribədir ki, artıq da sadə şeyləri də AI-dan soruşmağa çalışıram və hər biz soruşduqca o datalar da orada yığışırlar və bu datalarda onlara lazım növbəti modelləri gəlişdirmək üçün istifadə oluna bilər. Özümüzün ayağımızı qaza gedirik. Qazmasam da olmur. Bəzi şirkətlər, hətta mən burada tanışlar var Polşada, bəzi şirkətlər belə şeylər eləyirlər. Məsələn, deyək ki, sən nə qədər AI istifadə edirsən, onun reportlarına zada baxırlar. Yəni AI-yı maksimum hamı çox istifadə etməlidir. Belə bir yanaşma var. Yəni ki, bu AI-nin təzyiqi altında torpaq alımlarını məncə başa düşmək olar. Bəlkə də 50 il sonra yəni insanlara artıq home office, yəni normal ofis məsələsi ləğv olacaq. Tarla olacaq və tarlada işləyən insanlar olacaq. Bəlkə də tamam başqa bir şey olacaq. Heç kim bilmir. Belə dostlar, uzun danışdım. Hər kəsə uğurlar. İnşallah ki, danışdıqlarımızın hamısı puç olar. Çox qəşəng günlər bizi gözləyər. Hər şey qəşəng olar, hər şey yaxşı olar. Biz də o yaxşı günlərin belə deyək, səfasını çəkərik. Təşəkkürlər, sağ olun.